Qardaş, yoldayıq və bizə pul lazımdır. Leo banka giririk. 2 gündür bizə belə zülm verir. Təəssüf xəta baş verir. İnternet də var, set də var. Elə bilərsiniz, ancaq telefonlandı. Baxın, başqa bir telefondayıq. Yenə də eyni problem. Eyni problem. Ümumiyyətlə, Leo bank profilaktik tədbirləri proqramda işlək saatlarda vətəndaşlara pul lazım olan, köçürmələr lazım olan saatlarda edir. Bütün banklar gecə yarısına salır bunları, onlar günün gündüz vaxtı. Bütün doxanda tövsiyə edir, heç kim bu bankın kartında pul saxlamasın. Öz pulları özləri üçün uzaq olacaq, alçatmaz olacaqdır. Yəni belə olmaz, bu qədər incitmək olmaz. Bunun vacib pul lazımdır, vacib məqamların heç birində. İnternetimiz də var, hər yerə girə bilirik. Gəlin ki, öz pulumuzdan istifadə edə bilmirik, öz pulumuzun dirəncisi olmuşuq. Söz vermək ki, köçürmə eləməliyik, bu dəqiqə ən lazım olan birinin xəstəsi var, biri dərman almalıdır. Lazım da qardaş. Yox. Saat ise 9'dur. 9'da profilaktik tədbir mi görərlər?